Sumqayıtda fəaliyyət göstərən xəstəxanadakı vəziyyət ciddi narahatlıq doğurub. Belə ki, 4 nömrəli şəhər xəstəxanası şəraitsiz və baxımsız gündədir. Video görüntüyə əsasən demək olar ki, divarların bir hissəsi qopub, döşəmə örtüyü dağılıb. Əl üzüyan çanağın iplə bağlanması isə müəssisədə texniki problemlərin aradan qaldırılmadığını göstərir. Bundan əlavə, elektrik yuvasının açıq və qorunmamış vəziyyətdə olması təhlükəsizlik baxımından risklidir. Qeyd edək ki, sanitar qovşağın yerləşdiyi otağın vəziyyəti də heç ürək açan deyil. Bir sözlə, xəstəxanada 90-cı illərin ab-havası hökm sürməkdədir. Bu da haqlı olaraq xəstələrin və xəstə yaxınlarının narazılığına səbəb olur. Vətəndaşlar müvafiq qurumlardan əraziyə baxış keçirilməsini və tibb müəssisəsinin təmir işlərinin həyata keçirilməsini tələb edirlər.